Azərbaycan məktəblərinin birində şagirdlər partadan tabut düzəldib sinif yoldaşlarının dəfn mərasimini keçiriblər. Hadisə ilə bağlı görüntülər sosial şəbəkədə yayılıb. Bəs məktəblərimizin təhsildən bu qədər uzaqlaşmasının səbəbi nədir? Bu məsələdə valideynlər nə qədər təqsirkardır? Məsələ ilə bağlı News 24 azı danışan təhsil eksperti Milli Məclisin sabiq deputatı Etibar Əliyev deyib ki, məktəblərdə bu cür neqativ halların artmasının obyektiv səbəbləri çoxdur. Artıq məktəblər üzərinə düşən funksiyaları yerinə yetirə bilmirlər. Burada çoxlu səbəblər var. Əsas səbəblərdən biri müəllimlər, indinin müəllimləri artıq tərbiyə prosesinin iştirakçıları deyillər. Onlar yalnız və yalnız şagirdlərinə sinifdə dərs deməklə, test tapşırıqlarını həll etməklə kifayətlənirlər, repetitorluq etməklə kifayətlənirlər. Və bu baxımdan tərbiyə funksiyasının müəllim üzərindən götürməsi çoxlu fəsadlar yaradıbdır. İkincisi, Azərbaycan təhsili tamamilə repetitorların ağuşuna atılıbdır və burada birbaşa nazirin yüksək vəzifə tutan şəxsləri bu məsələdə maraqlıdırlar. Çünki indiyə qədər bunun qarşısının alınması istiqamətində heç bir addım atmayıblar. Əksinə, repetitorluğun dərinləşməsinə və bu cür repetitorluq üçün sərbəst mühit yaradılmasına yardımcı olublar. Sabiq deputatın sözlərinə görə bugün bir çox təhsil ekspertləri məktəbdə hansısa bir neqativ hal olan kimi valideyni günahlandırırlar. Uşaqlar gününün əsas hissəsini məktəblərdə keçirdirlər və şübhəsiz ki, uşaqlar məktəb ona görə gedir ki, həm təhsil alsınlar, tərbiyə alsınlar, həm onların fiziki sağlamlığı güclənsin. Və buna görə də əgər məktəb öz funksiyasını yerinə yetirə bilməyəcəksə, şübhəsiz ki, yaxşı vətəndaş yetişməsi, savadlı vətəndaş, vətənpərvər vətəndaş, tənqidi təfəkkürə malik olan vətəndaş yetişməsi üçün valideynin gücü yetərli deyil. Çünki valideynlər müxtəlif kateqoriyalara bölünürlər. Elə ailələr var ki, valideynlər savadsızdır, elə ailələr var, orta ixtisas təhsilli ailələrdir. Elə ailələr var ki, ali təhsilli ailələrdir. Ancaq buna baxmayaraq, bunların heç bir axı psixologiya, pedaqogika elmlərindən məşğul olmayıblar. Bunların əksəriyyətinin ixtisası deyil bu. Və bunun elmi var. Uşaq tərbiyəsinin, uşaq mədəniyyətinin və uşaqların xarakterinin formalaşması üçün həmin elmləri məktəbdə tədris edən müəllimlər bilirlər. Və mən bugün bütün məsuliyyəti baş verən gənclərin, uşaqların hərəkətlərini, belə neqativ hərəkətlərini orta məktəbdə oxuyursa, müəllimlərin üzərinə düşür. Mən bir mənalı şəkildə deyirəm. Ali məktəbdə təhsil alırsa, ali məktəb müəllimlərinin üzərinə düşür. Etibar Əliyev hesab edir ki, məktəblərin bugünə düşməsinin səbəbi təhsildən heç bir anlayışı olmayanların yüksək vəzifələrə gətirilməsidir. Bakı şəhər təhsil idarəsinə baxın, idarə rəisi əvəz edici bir xanım əvəz eləyir, heç bir məsuliyyət daşımır. Regionların təhsil idarələrinə, əsasən regionların təhsil idarələrinə əsasən maliyyəçiləri qoyurlar, təyin eləyirlər, azqranatadan təyin eləyirlər və bu qədər struktur yaradıldı. Məktəbə qədər təhsil və ümumi təhsil agentliyi, orada şöbə var. Bakı şəhər üzrə təhsil idarəsi. Nə üçün bu qurumların heç birinin məktəb üzərində nəzarəti yoxdur? Çünki rəhbərlik, təhsilə rəhbərlik edən şəxsin anlayışı yoxdur. Təhsil anlayışı yoxdur. Bu mənada da bilirsiniz, biz 21-ci əsrdə məktəbi əldən verə bilmərik. Məktəb hər bir xalqın, hər bir millətin gələcəyidir. Məktəbdən körpü salınır gələcəyə. Çox təəssüflər olsun ki, məktəb adı gələndə hamı demək olar ki, belə bir ruh düşkünlüyü ilə qarşılayır bu anlayışı.